15 manata sevişdiyi qadına verdiyi pulun qalığını qaytarmadığı üçün alt paltarı ilə boğaraq öldürən Səbuhi Hüseynovun cinayət üzrə məhkəməsi yekunlaşıb. Bakı Arzantər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi keçirilən prosesdə ona hökm oxunub. Məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və iş materiallarında Səbuhi Hüseynovun əməlində tamah niyyətinin olmasını, maddi mənfəət və ya zərərçəkmişə məxsus hər hansı bir əmlakın əldə etməsini təsdiq edən sübut aşkar olunmayıb. Və bununla da məhkəmə belə qənaətə gəlib ki, Səbuhi Hüseynovun əməli Cinayət Məcəlləsinin 120.2.5-ci, yəni tamah məqsədi ilə qəsdən adam öldürmə maddəsindən 120.1-ci, yəni qəsdən adam öldürmə maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növünə cəza təyin edilməlidir. Yekun hökmə əsasən Səbuhi Hüseynov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə 2023-cü ilin avqustunda paytaxtın Suraxanı rayonunda qeydə alınıb. İstintaqla müəyyən edilib ki, avqustun 24-ü saat 21 radələrində Səbuhi Hüseynov Hövsan qəsəbəsində kirayədə yaşayan tanışı Könül Cəfərovanın evinə gedib. Bir gün əvvəl ona verdiyi 50 manat puldan 35 manatı geri qaytarmasını tələb etdikdə, qadın ünvanına layiq ifadələr işlədərək pulu qaytarmaqdan imtina edib. Bundan qəzəblənən Səbuhi Hüseynov qonaq otağında çılpaq halda olan Könülə əlləri və ayaqları ilə zərbələr indirib. Sonra onun alt paltarını boynuna dolayıb, sıxaraq onu boğaraq qəsdən öldürüb. Orxan Rasifoğlu, Məhkəmə xəbərləri.